Afaq Məsud, müdir, hekayə. Pillələri qalxdıqca canı ağrıyırdı. Qorxudan ağrıyırdı. Ya həyəcandan ağrıyırdı, burası dəqiq deyildi. Canı eynilə beləcə bu pillələri qalxmayanda da, evdə əlində qələm, belini əyib, gözünü qabağındakı boş kağızı zilləyəndə də ağrıyırdı. Uzananda da, yerində də, yatanda da ağrıyırdı. Çünki axır vaxtlar yuxuda da dizlərə səsə bu pillələri qalxırdı, yeyəndə də bu pillələri yeyirdi. Kağızda da bu pillələri çəkirdi. Gəlib qapının qabağında dayandı. Qapının üstündə iri qara hərflərlə yazılmışdı müdir. İçəri girəndə həmişə həyəcandan qulaqları tutulurdu. Müdir onu görən kimi eynəyini saçına keçirib süni təbəssümlə gülümsünürdü. Buyurun əyləşin. Müdir bu gün elə bil gecə yuxuda gördüyü qadın idi. Mənalı gülümsəyirdi, gözləri parıldayırdı. Fikirləşdi ki, nə qədər yuxuda öpmək olardı bu qadını. Yuxuda sevirdi, yuxuda tumarlayırdı, öpürdü. Səhərlər də özünü bütün gecəni əyyaşlıq eləyən adamlar kimi hiss eləyirdi. Baş ağrıyırdı, gicgahları lütküldəyirdi. Fikirləşdi ki, hər şey də o gündən başladı. Bu müdirlə tanış olan günün gecəsi yuxuda öpüşmüşdü onunla. Fikirləşdi ki, bəlkə də o gecə yuxuda elə öpüşməsəydilər, indi bu kökə düşməzdi. Ağa, hardan gəlib girdi o gecə bu müdir yuxusuna? Uzun müddət onun haqqında fikirləşmişdi. Nədir? Yox, axı o gecə qətiyyən onun haqqında fikirləşməmişdi. Bütün gecəni isə bu qadınla nəfəsi kəsilə-kəsilə öpüşmüşdü. Elə öpüşmüşdü, elə bil bütün ömrünü bu məqam üçün yaşamışdı. Müdir əllərini çənəsinin altında daraqlayıb, üzündəki rahat ifadə ilə ona baxırdı. Üzü bu gün çox rahat idi. Dodaqları elə bil azca şişmişdi. Fikirləşdi ki, bəlkə müdir yuxuda doğrudan öpüşmüşdü onunla. Elə deyilsə, niyə dodaqları bu kökə düşmüşdü? Yenə nə olub? Kitabın cildi qan eləmir, ya kağızın formatı? Müdirin üzü bugün çox gözəl idi. Nə deyəcəyini fikirləşməyə ona mane olurdu. Qulaq asın, nə qədər olacaq bu? Nə? Sizin gəlib beləcə heykəl kimi oturmağınız. Gəlmişsiniz, sözünüzü deyin. Xəcalətdən saçının dibi tərlədi. Doğrudan, başına at təpib nədir? Niyə hər səhər gəlir bura, nə istəyir? Bütün idarə Allah bilir, onun gündə buralara niyə gəlib getdiyini başa düşür. Bugün sabah inşallah söz gedib arvadına da çatar. Onda arvadı dərd çəkib ağlamaq üçün yaranan məzlum qadın kədərli üzü ilə ona baxa-baxa Hind kinolarının qəhrəmanları kimi dinməz söyləməz göz yaşı tökəcəkdi. Fikirləşdi ki, görəsən niyə ağlayanda arvadı inəyə oxşardı. Gözləri girdələnirdi, burun pərələri enlənirdi, ağzı gərilirdi. Arvadı ağlayıb öz otağını keçəcəkdi, paltar tikən maşının arxasına oturub dərdli tikəcəkdi. Tikə-tikə ağzının içində zümzümə eləyəcəkdi. O da arvadının ət dökən zümzüməsini eşitməmək üçün qulaqlarına qulaqçıq keçirib, musiqiyə qulaq asarsa əlinə keçən qəzet jurnalı oxumalı olacaqdı. Səhər isə arvadı sevinə-sevinə onu oyadıb, tikib qurtardığı balaca paltarı göstərəcəkdi ona. Elə göstərəcəkdi, gözləri parıldaya-parıldaya elə güləcəkdi. Elə bil bütün gecəni gərlə-gərlə, kədərli oxumağı elə bu paltarı görəymiş. Fikirləşdi ki, yaxşı ki evlərində paltar tikən maşınları var. Bu maşın paltardan qabaq elə bil arvadın ağzını tikirdi. Dilini bağlayırdı. Müdir dərindən ah çəkdi, saçlarını əsəbi bir hərəkətlə boynun ardında yığıb bərkitdi. Az qaldı ürəyi dayana. Çünki müdirin boynu dümağ və hamar idi. Katibə də içərdə idi. Gülümsəyə gah ona, gah müdirə baxırdı. Nazirlikdən gəliblər, sizi görmək istəyirlər. Müdir cavab vermək əvəzinə xoşbəxt bir ifadə ilə ona baxdı. Yəni ki, əfsuslar olsun ki, vaxtınız bitdi. Bütün yolu bədəninə tər gələ-gələ köynəyini nəmlədib, onu üşüdə gedə fikirləşdi ki, gör bir özünü nə kükə qoyub. Alim, filosof, ali məktəb müəllimi. Özünü balaca uşaq kimi aparır. Gecə-gündüz yatıb, qalıb o əyri-üyrü nəşriyyatda. Əsəbiliyindən tüpürdü. Tüpürcək qabağında gedən qızın çiynində daşıdığı çantanın qapağına düşdü. Dəsmalını çıxarıb üz-gözünü qurulaya fikirləşdi ki, axırıncı dəfə olsun. Bir də ayağı dəyməyəcək buralara. Kitabını nəşr eləmək istəyirlər, qoy özləri axtarıb tapsınlar onu. Yalvarsınlar. Sonra da fikirləşdi ki, günü sabah gedib kitabın nəşrini saxladacaq. Belə fikirləşəndə boğazını qəhər tutdu. Bu kitaba az qala bütün ömrünü həsr eləmişdi. Neçə illərin yoxsuz gecələri, elmi şuralar, mübahisələr.
Cəhənnəm olsun hamısı, indi daha heç nə istəmir. Heç nə lazım deyil ona. Nə kitab, nə elmi şura, nə institut, nə ailə, heç nə, heç nə. Hər şeydən ürəyi bulanır. Müdir yenə ağdərili gözəl üzü ilə, ağıllı qara gözləri ilə gözünün qabağına gəldi. Burnuna da onun iyi gəldi. Gedə-gedə fikirləşdi ki, kaş bu dəqiqə evdə olaydı. Kaş bu dəqiqə tək olaydı. Qapı bacanı çip bağlayıb ulaya-ulaya ağlayaydı. Sonra başının tükü qabara-qabara fikirləşdi ki, deyəsən başına hava gəlir. Hə, dəli olurdu. 42 yaşında ağıllı başlı adam 3 uşaq atası. Açarı kilidə salıb burdu. Arvadı dəhlizdə əlində kəfkir qapı ilə üzbəüz dayanıb ona baxırdı. Kəfkir buğlanırdı. Arada bir yağı süzülüb yerə damcılayırdı. Damcıladıqca da bozbaşın iyi bütün dəhlizi bürüyürdü. Onun ürəyini biraz da pis bulandırırdı. İçəri girib əsəbi bir səslə "Tökülür" deyib çığırdı. Arvadı dik atılıb kəfkirlə mətbəxə qaçdı. Uşaqları hərəsi bir otağın qapısından boylanıb ona baxdılar. İstədi əvvəl həmişəki kimi "Nədir, tamaşa zad var" deyib acılasın uşaqları. Sonra nədənsə ürəyi ağrıdı onlara. Ürəyi ağrıya-ağrıya da fikirləşdi ki, hamısı o müdirə görədir. Çünki vaxt getdikcə hər dəqiqə özünün uşaqlarından çox o qadına aid olduğunu hiss eləyir. Odur ki, əllərini yerə qoyub dəhlizin bu başından o başına meymun kimi 450 atıla-atıla getdi. Uşaqların o dəqiqə donu açıldı, gülüşə-gülüşə gəlib onun boynuna sarıldılar, belinə mindilər. 450 yeriyə-yeriyə gəlib mətbəxdə arvadının kök ayaqları ilə köhnəlib ağarmış, enlənib ağzı burnu əyilmiş başmaqları ilə üzbəüz dayandı. Arvadın ayağından mastika iyi gəlirdi. Yox, mastika iyi döşəmədən gəlirdi. Uşaqlar elə kürəyindəcə əyilib döşəməni iylədi. Mastika çəkmişəm. Bunu arvad dedi. Elə dedi, elə bil günah hiç tutmuşdu. Deyə də kəfkiri qazanın içində buladı. Uşaqları kürəyindən düşürüb ayağa qalxdı, nifrətlə arvadın üzünə baxdı. Arvadı qazanın içinə elə baxırdı, elə bil özünü xörəyin içinə atıb öldürmək istəyirdi. Qazanın içində pıqqa-pıqqa ət parçaları qaynayırdı. Ətin kəfi qalxıb xörəyin üzünü bağlayırdı. Arvadı kəfkirlə nə qədər yığırdısa da bir şey alınmırdı. Xörəyin üzü yenə kəfin boz qalın qatı ilə örtülürdü. Elə bil qazanın içində pıqqa-pıqqa qaynayan ət yox, elə kəfin özü idi. Arvadı onlar üçün nahara kəf şorbası bişirirdi. Xörəkdən də mastika iyi gəlirdi. Mastika iyi başdan ayağa arvadından gəlirdi, onun əllərindən gəlirdi. Arvadı mastikalı əlləri ilə doğramışdı əti. Mastikadan da yağ əvəzinə bir parça qoparıb qazanın içinə atmışdı. Əti o ərimiş mastikada qovurmuşdu. Arvadı gözünü qazandan çəkib qorxa-qorxa onun üzünə baxdı. İçində bir şərt dedi. Fikirləşdi ki, nə desin indi buna, nə eləsin? Qazanı eləcə qaynaya-qaynaya qaldırıb əndərsin başına, sonra da desin, indi bas buradan bayram. Fikirləşdi ki, necə ləzzətlə deyərdi bu sözü. Bu dəqiqə bu sözü demək üçün bütün dişlərinin dibi bircə-bircə gecişirdi. Dili qaşınırdı. Oğlu gəlib aralarına girmişdi. Belini qucaqlayıb altdan yuxarı ona baxırdı. Üstündə müdir sözü yazılmış qapını rəngləmişdilər. İndi qapı açıq mavi rəngdə idi. Müdir sözü ağ hərflərlə yazılmışdı. Qəbul otağı bomboş idi. Katibə qız harasa qeyb olmuşdu. Məzuniyyətə getmişdi, nədir? Otağın qapısı açıq idi. Müdir stolunun arxasından əllərini həmişək kimi çənəsinin altında çarpazlayıb ona baxırdı. İçəri keçib müdirlə üzbəüz əyləşdi. Müdir gözlərini həzin-həzin yumub açdı. Ürəyi həyəcanla çırpındı. Müdir heç nə demirdi, danışmırdı, sinəsi asta-asta qalxıb eni-enə ona baxırdı. Deyəsən nəhayət başa düşürdü ki, sözün özü kimi hər şeyi ucuzlaşdıran, mənasızlaşdıran ikinci bir şey yoxdur dünyada. İndi nəsə eləmək lazım idi. Odur ki, stolun altından bir ayağını qabağa uzatdı. Ayağı uzandıqca uzanırdı. Uzanırdı, amma gedib bir yerə çıxmırdı. Elə bil ayağı müdirin stolunun altına keçib harasa uzaqlara sürünürdü. Müdir dodağının bir tərəfi ilə astaca gülümsədi. Dodaqları par-par parıldadı. Yenə içində nəsə tərpəndi, başı hərləndi, qalxıb dizləri əsə-əsə qadına sarı yeridi, diz üstə oturdu, başını dizlərinə söykədi. Müdirin dizləri balış kimi kök və yumşaq idi. Bu yumşaqlıqdan adamı lap yuxu tuturdu. Sonra müdirin nazik, yumşaq əli saçında kəsdi, üzünü sığalladı, onda onun az qaldı nəfəsi kəsilə, yuxudan zorlayıldı.
Nəfəsi tənciyə-tənciyə oyanıb qaranlıq, sakit otağın tavanına baxdı. Çılçıraq yellənirdi. Ya gözünə görünürdü. Qalxıb yerinin içində oturdu, üz gözünü ovub çılçırağa bir də baxdı. Çılçıraq yellənmirdi. Arvadı yatmışdı. Sonra arvadı elə yuxudaca gəyirdi. Fikirləşdi ki, yəqin arvadı yuxuda yenə nəsə yeyir. Həmişə kimi barmaqların arasından süzülən yağı sümürür. Qalxıb yorğan balışını götürdü. O bir otağa keçib balışı xalçanın üstünə atdı, uzanıb yorğanı başına çəkdi. Sonra nə fikirləşdisə, yorğanı da balışı da bir yana tullayıb, əl-ayağını uzadıb, quru döşəmənin üstündə uzandı. Arvadının qarnının gurultusu burada eşidilirdi. Ya bəlkə çarpayı cırıldayırdı. Fikirləşdi ki, arvadının qarnı quruldamasın, neyləsin? Sonra arvadının bayaq naharda bəbəkləri irilərlə həris-həris cücə çığırtması yeməyə düşdü yadına. Fikirləşdi ki, həmin o bədbəxt cücələr idi arvadının qarnında yazıq-yazıq çığırırdılar. Sonra da fikirləşdi ki, görən niyə Allah Taala o yazıq cücələrin səsini eşitmir, niyə bu qarınquluya qənim olmur? Arvadı toyuğun başını lüzürdü, deyirdi bəs cəllatdı. Sonra kök əlləri ilə, vəhşi gözləri ilə tüklərini yoluşdurub qol qanadını dartıb yerindən çıxarırdı. Sonra həmin o qanlı əlləri ilə də duzunu, istiotunu vururdu. Fikirləşdi ki, ümumiyyətlə, hərdən o kədərli ağlamağına baxmayaraq, arvadı çox qəddar adamdır. Desəydilər ki, ərləri də yemək olar, şübhəsiz ki, onun da başını, gözünü beləcə qırpmadan üzüb, qol qıçını yerindən qoparardı. O biri otaqdan arvadının xorultusu eşidilirdi. Arvadı xoruldayıb hərdən bir də dəli kimi gülürdü. Yağış şağırdı. Telefon köşkünün döşəməsi deşik-deşik iddiyə bayaqdan bəri suyun içində dayanmışdı. Alo, bəlkə danışasız? Dəstəyin o başından müdirin cinciltili səsi eşidilirdi. Ürəyi az qalırdı dayana. Belə yağışlı gündə yəqin islanmısınız, heç olmasa danışın. Bəlkə biraz isinəsiz. Başını köşkün şüşəsinə söykəyib, dişini elə sıxmışdı, az qalırdı çənəsi çatlaya. Nə deyəydi axı? Axı deməyə sözü yox idi. Deyəydi ki, sevirəm səni, axı sevmirdi də. Onda bəs nə istəyirdi? Gözünün yaşı isti idi deyə əlinin üstünə düşdükcə boğlanırdı. Arvadı yenə mətbəxdə nəsə bulayırdı, çömçə qazanın dibinə dəydikcə xırıldayırdı. Soyunub əl üzünü yudu, keçib stolun arxasında əyləşdi. Arvadı dinməz söyləməz əlində göyərti, xörək gətirib stolun üstünə qoydu. Mədəsi sıxıla-sıxıla sancdı, çəngəli götürüb tikəyə batırdı, ağzına qoyub çeynədi. Ətin dadı yox idi, çeynəyib tüpürdü. Xiyarı dişlədi, xiyarın da dadı yox idi. Sonra tez-tez dalbadal çörəyin, duzun, turpun dadına baxdı. Heç bir dad hiss eləmirdi, ağzının dadı itmişdi. Əyilib xörəyi iylədi, iyi də hiss eləmirdi. Acılığı da yox idi, keymişdi, nədir? Əllərini qoltuğuna soxub əsəb-əsəbi qıçlarını əsdirdi. Demək belə, müdir yaxasının düyməsini açarsa ona baxırdı. Düymələr açıldıqca onun gözü yaşarırdı. Gözünün yaşı yanağı boyu süzülürdü. Nə oldu sənə? Bunu onunla üzbəüz oturan arvadı dedi. Əlində dolma, gözləri təəccübdən, heyrətdən ağara-ağara onun üzünə baxırdı. Uşaqları da çəngəlləri əllərində donub onun üzünə baxırdılar. Ağrıyıb eləmirsən? Ağrıyıram. Qalxıb o bir otağa keçdi. Divana uzanıb gözünü tavana zillədi. Arvadı gəlib qapının ağzında durmuşdu. Yenə kədərli üzü ilə, inək burnu ilə ona baxırdı. Bəs niyə yemədin? Bəlkə ayrı şey qayırım. Üz gözü əsəbiliyindən elə yığıldı ki, dərisi göynədi. Xörəyi qayırmazlar, bişirərlər. Arvadı başına aşağı salıb gözləyirdi. Əsəbiliyindən boğula-boğula fikirləşdi ki, indi bax, bu yönsüz insan nə istəyir ondan? Niyə dayanıb mal kimi baxır ona? Nəyi gözləyir? Sonra birdən-birə ürəyi partlaya-partlaya başa düşdü. Bu inək nə istəyir ondan? İstəyir o da onun kimi dünyanın ən xoşbəxt adamı kimi bir qab dolmanı yeyib ləzzətlə barmaqlarını yalasın, sonra üstündən rahat-rahat çay içib gəyirsin. Əllərini göyə açıb şükür sənə ilahi desin. Biz yedik, doyduq, qoy acılar da doysun. Fikirləşdi ki, bu nə ət tökən söz daxı, biz yedik, doyduq, qoy acılar da doysun. Bəyən doymaqla hər şey düzəlir, qurtarır, tamamlanır. Arvadı hələ də qapının ağzındaydı. Hələ də ona baxırdı. Qapını bu yüzdən kilitləyib işığı keçirmişdi. Stol üstü lampanı yandırıb yazırdı. Bəlkə də mənim bu hərəkətim səfehlik gələcəkdir sizə.
Amma məsələ ayrı cürdür. Yazıb dayandı, sonra kağızı cırıb zibil vedrəsinə soxdu, təzədən yazmağa başladı. Yalvarıram sizə, mənə bu qədər əziyyət verməyin. Vay, bu lap ət-döşən çıxdı. Kağızı əlinin içində bürmələyib sıxdı. Sonra nəyə görəsə üşüdü. Şkafı açıb içində eşələndi, arvadının jaketini çıxarıb əyninə geydi. Jaket tökülürdü əynindən. Qollarını çirmələyib bir müddət pəncərənin qabağında dayana qaranlıq şəhərə baxdı. Ondan fərqli olaraq şəhər sakit yuxunun içində idi. Hiss elədi ki, içalatı gah elə bil sinəsinə qalxdı, gah da aşağı edib az qala dizlərinə düşdü. Burnuna hardansa qaxşımış yağ gəldi. Ayağa qalxıb dar divarı iyləyə evi dörd dolandı. Sonra əynindəki jaketi iyləyib öyüdü. İldırım sürəti ilə əynindən çıxarıb otağın o biri küncünə tulladı. Birazdan yenə qaranlıq otaqda uzanıb tavana baxırdı. Gözlərinin qapağı yorğun acışırdı. Yuxusu gəlirdi. Yenə yuxu qorxulu duman kimi hardansa sızırdı otağına, qaranlıq döşəmənin üstü ilə sürünüb, ilan kimi qıvrıla bir pillə yuxarı qalxırdı, bədəni boyu ilik su kimi yayılırdı canına. Yuxuda müdirin iyi gəlirdi. Müdir yenə tilsimli üzü ilə ha tərəfdənsə ona yaxınlaşmaqdaydı. Yox, yatmaq olmazdı. Bir də o qadınla qucaqlaşmağa, öpüşməyə daha halı yox idi. Qalxıb oturdu, üz gözünü ovub siqaret yandırdı. O biri otaqlardan arvadının səsi gəlirdi. Arvadı kədərli səslə ağzının içində zümzümə elə bil nəsə sürtürdü. Qazan sürtürdü, nədir? Sonra fikirləşdi ki, gecənin bu vaxtı da qazan sürtərlər. Bəs onda nə sürtürdü görən? Qapını astaca açıb, barmaqlarının ucunda dəhlizə boylandı. Otaqlar qaranlıq idi, uşaqlar yatmışdı. Bircə mətbəxin işığı yanırdı. Əyilib mətbəxə baxdı. Arvadı mətbəxdə tək tənha oturmuşdu. Ayağının biri sudaydı, o birini uşaq kimi qucağına alıb dabandaşı ilə sürtürdü. Sürtüb ara bir dırnağı ilə nə isə qaşıyıb qoparırdı, sonra o qopardığını işığa tutub uzun müddət diqqətlə baxırdı. Arvadına baxdıqca hiss eləyirdi, necə qapqara nifrət yeriyir canına, necə gözləri qaralır, başının sümükləri sıxılır. Dişlərini bir-birinə sıxa-sıxa fikirləşdi ki, onu dəli eləyən müdir deyildi, yox. Nəinki müdir deyildi, o müdirin əslinə qalsa bura heç bir dəxli yox idi. Sonra nəfəsi az qala kəsilə fikirləşdi ki, görən Allah belə yönsüz məxluqu niyə yaradıb və əgər belə bir məxluq bir səhv üzünə yaranıbsa da, niyə buna ölüm göndərmir? Sonra da çiynindən az qala sürüşüb düşən yorğanı düzəldə fikirləşdi ki, bəlkə özü öldürsün bunu. Orası 100% dəqiq idi ki, arvadı yoxa çıxsaydı, adam halına düşəcəkdi. Sonra uzun müddət arvadının aşağı əyildiyindən sallanıb bir-birinə dəyən uzunsov döşlərinə baxa fikirləşdi ki, necə öldürsün axı bunu? Sonra bu barədə bir qədər sonra öz otağında divan uzanıb gözlərini tavana zilləyə bir xeyli fikirləşdi. Arvadını 3 cür öldürə bilərdi. Zəhərləmək, balkondan baxanda arxadan itələmək, vanna qəbul eləyəndə başından suya basıb boğmaq. Sonra hər üç vəziyyətdə arvadını öldürdüyü yerdə gördü özünü. Gözləri qan çəkib qızarmışdı. Rəngi sarala, saçı tərli alnına yapışa, əlləri əsə boğurdu arvadını. Arvadı isə boğulmurdu. Nə rəngi dəyişirdi, nə gözünün ağı böyüyürdü. Arvadı boğulmaq əvəzinə ağzını açıb rahat əsnəyirdi. Pəncərədən itələyəndə arvadının paltarı məhəccərə ilişib, onu qarmaqdan asılan balıq kimi havada saxlayırdı. Onda arvadı qarmaqdan asıla ayaqlarını tərpədib, yelləncəkdəki kimi yellənirdi və yellənə də oxuyurdu. Güllər üstə uçan qaçan kəpənəyəm. Səhər mətbəxdən gələn fısıltı səsinə ayıldı. Ayağa qalxıb oğrun dəhlizə çıxdı. Arvadı mətbəxdə arxası ona tərəf oturub dolma bükürdü. Bükdükcə də fısıldayırdı. Buradan baxanda üzünün yanı görünürdü. Alnında muncuqlayan tər damcıları burnunun üstü ilə bir süzülüb ətin içinə düşürdü. Sonra yağlı barmaqları ilə o ətdən bürmələyib yarpağın içinə basırdı, büküb səliqə ilə qazanın içinə düzürdü. Birazdan arvadı bu qazanı zümzümə eləyə odun üstə qoyub bişirəcəkdi. Naharda isə bu tərli dolmaları ona yedirdəcəkdi. Ürəyi pis bulandı, fikirləşdi ki, arvadı bu tərli dolmalardan Allah bilə nə qədər yedirtmişdi ona. Demək, 16 il idi arvadı tərini, çirkini, Allah bilə nələrini yedirtmişdi ona. Arvadı əlində dolma çönüb, gülümsər üzü ilə ona baxdı.
Ətimiz qurtarıb. Gələndə bazara deyəydin. Üz gözünü turşudub hamama keçdi, əli üzünü yuya-yuya fikirləşdi ki, bu nə süni danışıqdır deyəydin. Soyuq su üzünə dəydikcə elə bil üzü ilə bərabər ürəyini də yuyurdu, əsəblərini sakitləşdirirdi, yenə müdürü görürdü. Müdür ağappaq bağçada, balaca dəyirmi masanın arxasında oturub ağ fincandan ağappaq süd içirdi. Süd ağzının kənarı ilə süzülürdü. Bazarda adamdan çox milçək vardı. Ət satan oğlanın kök, tərli sifətinin ifadəsi dəyişmirdi. Yağlısı da, yağsızı da birdi. Təzə ətdir, dolmalıqdır. Sonra iri, yağlı ət parçasını nazik kağıza büküb onu qucağına atdı. 26 manat. Açığı, ölmək istəyirəm, qardaş. Sonra dostu bəbəkləri irilə keçən ilin yayında Yaltada tanış olub vurulduğu qadından danışdı. Qadının beli çox nazik idi. Bir də güləndə sol yanağında batı qəmələ gəlirdi. Bir sözlə dostu ölürdü onun üçün. Odur ki, özünü öldürmək istəyirdi. Açarı kilidə salıb qapını açdı. Ev sakit idi. Deyəsən uşaqlar yatmışdı. Bircə böyük otaqda deyəsən televizor işləyirdi. İçəri keçib qapını örtdü. Böyük otaqdan simfonik orkestrin kədərli musiqisi eşidilirdi. Barmaqlarının ucunda asta-asta otağa keçdi. Televizorda bir dəstə eynəkli skripkaçı qaşları ortadan yuxarı dartıla skripka çalırdı. Buradan baxanda arvadının ancaq peysəri görünürdü. Arvadı televizorla üzbəüz kresloda, arxası qapıya oturmuşdu. Bir istədi çönüb barmaqlarının ucundaca öz otağına keçə, qapını o yüzdən kilitləyib, başını balışın altına soxa. Sonra başa düşdü ki, divarın içinə belə girsə, bu eynəkli orkestrin ürək üzən cüyültüsündən yaxa qurtara bilməyəcək. Odur ki, televizora yaxınlaşıb səsini azaltdı. Çönəndə ürəyi qırıldı. Arvadı kresloya yayxanıb, ağzı açıq yatmışdı. Paltarı sivrilib yuxarı qalxmışdı. Buradan baxanda televizorun zəif işığında arvadının dizindən bir qarış yuxarı qaralan tüklü budları görünürdü. Ürəyi döyünə-döyünə fikirləşdi ki, bu necə ola bilərdi axı? Axı bu 16 il ərzində arvadının bədənində bircə dənə də olsun tük görməmişdi. Bəlkə arvadı təzəlikcə belə tüklənmişdi. Sonra birdən ağlına gələn təzə fikirdən az qaldı nəfəsi kəsilir. Fikirləşdi ki, bəlkə arvadı qar adamı kimi başdan ayağa beləcə tüklü idi. Gecələr hamı yatandan sonra gizlin-gizlin tüklərini təmizləyib atırdı. Sonra gözü yerdə arvadının ayağının altında ağaran əzik-üzük kağıza sataşdı. Əyilib kağız götürdü, açıb televizor ekranının işığına tutdu. Kağızda xırda hərflərlə yazılmışdı. Heç bilmirəm necə yaşayım. İndi həyatımın davamı təkcə sizdən asıldı. Bu nə demək idi? Demək arvadı o evdə olmayanda zibil vedrəsində eşələnir, onun cırıb atdığı bütün kağız-küğüzü yoxlayır. Yəqin kağızı oxuyan kimi yenə arvadı burnu enlənə-enlənə ağlamışdı. Ağlayıb əldən düşmüşdü. Odur ki, indi beləcə yayxanıb özündən getmişdi. Elə bil ölmüşdü. Buradan baxanda arvadı ölüyə oxşayırdı. Gözlərinin altı qaralmışdı. Üzü rəngsiz idi. Barmaqlarının ucunda arvadına yaxınlaşdı. Əyilib qulağını sinəsinə qoydu. Arvadı ölməmişdi. Gözlərini açıb indi lap yaxından baxırdı ona. Dikəlib əlindəki vərəqi cibinə soxdu. Arvad da dikəlib oturdu, ətəyini dizinin üstünə çəkdi. Televizoru keçirim? Arvadı cavab vermədi. Televizor ekranının işığında gördü necə yavaş-yavaş arvadının gözləri doldu, necə burnunun pərələri may böcəyinin qanatları kimi tir-tir titrədi. Müdürün qəbul otağında ondan savayı 2 adam vardı. Orta yaşlı eynəkli qadın, bir də cavan bir oğlan. Qadın əlindəki qəzetlə üzünü yelləyə-yelləyə nədənsə gözünü ona zilləmişdi. Cavan oğlansa qovluğunu dizinin üstə açıb bir-bir diqqətlə sənədləri oxuyurdu. İçəri girəndə həmişə kimi gözləri qaraldı və bir müddət otağın ortasında kör adamlar kimi dayana-dayana fikirləşdi ki, necə oldu gəlib yenə bu otağa girdi. Müdür bugün çox əsəbi idi. Gözlərinin altı kölgələnmişdi, saçı dağınıq idi. Səsi də elə bil əvvəlki deyildi. Üzünü yığıb ona baxdı. Vaxtım yoxdur, uzatmayın, xahiş eləyirəm. Gəlib üzbəüz oturdu. İndi lap yaxından görürdü üzünü, dərisini, gözünün içini. Müdür onun dinmədiyini görüb bayaqdan dişinə söykədiyi qələmi əsəb-əsəbi stolun üstünə atdı. Bura baxın, bura idarədir. Sözünüz varsa buyurun eşidirəm. Müdürün qaşları indi də əsəb-əsəbi yuxarı gərildi. Müdir danışdıqca ilk dəfə hiss elədi ki, S hərfini F kimi deyir və ümumiyyətlə bu qadına heç nə deməyi yoxdur. Sonra bütün yolu ta evəcən gələ-gələ ciyərləri elə bil
tutulurdu. Nəfəsi itirdi. Hava bürçü idi, ona görə idi, nədir, nəfəs almaq olmurdu. Boğazı susuzluqdan göynəyirdi. Yolun üstdəki su köşkləri də tərslikdən bağlı idi. Şəhərin suyu qurtarmışdı, nədir? İstidən bütün bədəni əriməyə başlayırdı. Hiss eləyirdi, necəsə üstündə dayandığı yekə ayaqları da yumşalır yavaş-yavaş. Dayanıb nəyisə gözləməyə başladı, nəyisə gəlib ona aparmalı idi. Avtobus ya maşın, bəlkə də təyyarə. Yol bomboş idi. Qızmar günün altında yolda yumşalıb əriməyə başlamışdı. Yol əriyib qapqara mürəbbəyə dönəcəkdi. Buğlana-buğlana onu da sümürə-sümürə axıb harasa gedəcəkdi. Üzbəüz səkidə qəzet köşkünün yanında qoca bir kişi oturub gündən üz-gözünü yığa-yığa ona baxırdı. Baxdıqca da dişsiz ağzı qulaqlarına çata-çata elə bil gülürdü. Ona gülürdü, ya gün gözünü qamaşdırırdı, ona görə üzünü yığıb, ağzını belə açmışdı, ya bəlkə günün istisindən havalanmışdı, ona görə belə gülürdü. Evə çatanda susuzluqdan dilçəyi mişar kimi boğazının yolunu kəsirdi, içəri girib düz mətbəxə getdi, kranın dəstəyini o yan bu yana hərlədi, su gəlmirdi. Qaz plitəsinin üstündə yenə ət qaynayırdı. Yenə ətin kəfi bozara-bozara xörəyin üzünü tuturdu. Arvadı hardasa o bir otaqlardaydı. Çaynikdə su vardı. Stəkan götürüb süzdü. Çaynikin üləyindən boz rəngdə bulanıq su töküldü stəkana. Stəkanı işığa tutub içinə baxdı, çalxaladı. Bu nə demək idi axı? Əsəbilikdən qulaqları tutula-tutula çığırdı. Ay qız! Arvadı hay vermədi. Səsi o bir otağa gedib çatmadı. Nədir? Sonra birdən fikirləşdi ki, bəlkə arvadı heç yoxdur evdə. Gəlib yataq otağının qapısını açdı. Arvadı eyvanda idi. Nərdivana dırmaşıb, zümzümə eləyə-eləyə şüşə silirdi. Gəlib eyvanın qabağında durdu. Bir müddət nəfəsini saxlaya-saxlaya dayanıb aşağıdan yuxarı budlarının, yancaqlarının, əti titrəyə-titrəyə, tərli paltarı döşün altına yapışa-yapışa şüşə silən arvadına baxdı. Arvadı onu görmürdü. Şüşənin o üzündə nərdivanın yuxarı pilləsində bütün bədəni ilə yuxarı dartılıb nəfəsliyin şüşəsini silirdi. Arvadı ilə durmuşdu, elə bil bu dəqiqə qanad açıb göyə uçacaqdı. Sonra arvadını elə beləcə nərdivanın üstündə bir əlində şüşə silən əski, o biri əli nərdivanın böyründə buradan bu eyvandan qopub göyə qalxdığını gördü. Arvadı zümzümə eləyə-eləyə göyə qalxırdı. Qalxdıqca da əlindəki əski ilə şüşə əvəzinə buludları silib parıldadırdı. Arvadının heç ara uçmaq fikri yox idi. Yerində möhkəmcə dayanıb xüsusi bir diqqətlə səylə şüşəni parıldatmaqla məşğul idi. Asta-asta eyvanın qapısını açdı. Qapı açıldıqca üstünə söykənən nərdivanı hərəkətə gətirdi. Nərdivan qapıdan aralanıb bir müddət heç ara söykənmədən dimdik durdu. Bu, o an idi ki, arvadı nərdivanın başında dik atılıb yuxarıdan aşağı yazıq-yazıq ona baxdı və ağzının içində elə bil nə isə dedi. Eyvana çıxıb aşağı arvadının bu dəqiqə Allah bilə qan laxtası içində ağaran meyitinə baxmağa ürək eləmədi. Ürəyi sinəsini az qala deşə-deşə döyündü. İçəri keçib qapını örtdü. Aşağıdan ət-ürpədən çığırtı səsləri eşidildi. Çığıran deyəsən qonşular idi. Aşağıda meyitin başına yığılıb, içlərini çəkə-çəkə uyuldaşırdılar. Bir müddət bədəninə soyuq tər gələ-gələ dayanıb diqqətlə aşağıdan gələn səslərə qulaq asdı. Sonra hiss elədi ki, ayaq üstə dayanmağa taqəti yoxdur, dizləri titrəyir. Odur ki, divara söykəndi. Hiss elədi, necə yanlarına saldığı əlləri də əsir və ümumiyyətlə bu dəqiqə bilmir əllərini hara soxsun. Sonra birdən nəfəsi kəsilə-kəsilə fikirləşdi ki, indi nə eləməlidir? Aşağı düşüb ağlaşan cəmaata qoşulmalıdır ya burada özünə balaca bir deşik tapıb gizlənməlidir, güya ki, heç evdə yoxdur. Başının tükləri qabardı. Aşağıdan gələn hay-küy elə bil çoxalırdı, səslər get-gedə lap yaxından eşidilməyə başlayırdı. Sonra cübha-cübla qapıları döyülməyə başladı, elə bil qapını 4 əllə, 8 ayaqla döyürdülər. Var qüvvəsini toplayıb, keymiş ayaqlarını sürüyə-sürüyə qapıya getdi. Qapını açanda ürəyi qırıldı. Arvadı ölməmişdi. Qonşuların qucağına minib, ətli qoluyla üzünün tərini silən kimi, saçının dibindən axan qanını silə-silə nifrət dolu gözləri ilə ona baxırdı.